Salam dəyərli izləyicilər, xoş gördük sizlər bir daha. Deməli, 20 aprel 2025-ci il tarixində OTK-nın keçirdiyi sınaq imtahanının izahına baxacağıq. Vaxt itirmədən başlayaq. Deməli, cədvələ əsasən aşağıdakı kimi sorğu yaradılarsa, sorğu nəticəsində tapılan yazıların aid nömrələrini müəyyən edin. Burada bir iki düzəliş eləyim, PDF-də düşməyib bax. Deməli, 55 böyük, burada işarəmiz var. Bir də burada deməli olmalıdır neçə 63. 63. Əla, deməli biz baxaq nəyə? Riyaziyyat ballar 67-dən böyük bərabər, düzdür? 67-dən böyük bərabərlər. 75, 84, 67 özü, çünki bərabərdir. 78 və 93. Belə. Xarici dil ballar deməli 55-dən böyüklər istəyir bizdən. 55-dən böyüklər 63, 74, 64 və 82. Belə. Amma biz burada nəyə diqqət edirik? Deməli, kriteriya hissəsinə baxırsınız ki, şərtlərin ikisi də eyni sətirdə. Eyni sətirdə olanda, yəni bu nə olur? And olur. Aşağıya yazılsaydı, məsəl üçün 55, buraya yazılsaydı, onda orun qarşısında olardı, or olardı. Hal-hazırda kəsişməsi lazımdır bizə. Deməli, kəsişməsi gəlirsiniz, eyni sətirdə olanlara baxırsınız. 63-dən 84 bir buradır. 78, 64 buradır. 93, 82 bir də var. Olacaq hansı? Deməli, 3, 6, bir də 7. 3, 6, bir də 7. D variantı. Tikinti şirkətləri haqqında verilənlər bazasının cədvəllərindən fraqment verilmişdir. Cədvəllərə əsasən neçə şəhərin tikinti şirkəti təmirlə məşğul olur? Neçə şəhərin tikinti şirkəti təmirlə məşğul olur? Deməli, şəhərlərə baxaq. Təmirə baxaq. Daha doğrusu təmirə. MTK L1 işarəliyək budur. Sonra B2, biraz H1, deməli H2, bir də L2. Bunlar. Gələk buradan onları axtaraq. Deməli L2, H2, sonra H1, sonra nə var? L1, L1, bir də B2. Rəssamı belə. Şirvan, Bakı var, Lənkəran var, Bakı var, Lənkəran var. Deməli, Lənkəranın birini saydıq, Bakının birini saydıq 2, yəni Şirvan 3 dənə. Cavabımız C variantı. Sonra davam edək. Mətn redaktorunda Python Programming Language ifadəsi yazıldı. İngilis dili sökür. Aşağıdakı əməliyyatlardan sonra cəmi neçə söz alınır? Deməli, dil sözü seçildi və Ctrl-X klaviş kombinasiyası sıxıldı. Kəsdik, götürdük biz bunu buradan. Ondan sonra Python sözü seçildi, kopyaladıq. Ctrl-C, lap yaxşı. End klavişi sıxıldı. Deməli, sətrin sonuna gəlmişik. Və hər dəfə bir boşluq simvolu daxil edildikdən sonra 3 dəfə Ctrl-V klaviş kombinasiyası sıxıldı. Deməli, biz gəldik sətrin sonuna. Baxın bu hissəyə. Niyə görə? Çünki bu kəsib götürmüşük, bunu isə kopyalamışıq da, düzdürmü? Gəldik bura, endi vurduq bura. Deyək ki, hər dəfə boşluq simvolu daxil edildikdən sonra 3 dəfə Ctrl-V sıxılır. Deməli, sonuncu dəfə biz kopyalamışıq Python sözünü. Bundan sonra deməli, Python sözü daxil olunacaq. Deməli, boşluq qoyulacaq Python sözü, boşluq qoyulacaq Python. Yəni ki, 3 dəfə P düşəcək bura. Belə, Python sözü daha doğrusu. Bütün mətn seçildi və Ctrl-C klaviş kombinasiyası sıxıldı. Home klavişi və sonra Ctrl-V klaviş kombinasiyası sıxıldı. Home-da vuranda belə deyək də, burada kopyaladıq, Home-da vurduq, təzədən qayıtdıq sətrin başına, təzədən bir dəfə də Ctrl-V sıxdıq. İndi nə deyir? Aşağıdakı əməliyyatlardan sonra cəmi neçə söz alınır? Cəmi neçə söz alınacaq? Deməli, bu özü 1, bu 2. 3 dənəsini də bura yapışdırmışdıq. 5 düzdür. Ümumi burada 5 var idi. Təzədən bir dəfə də deyir ki, Home-u vurduq, qayıtdıq bura əvvələ. Bunu ümumi seçəndən sonra. Bir dəfə də Ctrl-V vurduq. Təzədən yenə də 5 dənəsi də bura düşəcək. Neçədən olacaq? 10 dənə. Python dilində yazılmış proqram nəticəsini müəyyən edin. Deməli, X bizim siyahımız var. Reverse edirik, tərsinə düzdük. Yazaq, deməli, burası. 7, 8, 3, 2, bu da 5. Saydıq sayını 5. Gəldik, burada 5-dən 1 çıxdıq. 1, bu da 4. Düzdür, yəni 4-ə qədər. O da yiyəcək 1, 2, 3. 0, 1, 2, 3. Bu da 4. Yəni bu 3-ü, i-nin qiymətləri bu 3 olacaq. Baxaq görək nə istəyir bizdən. Deməli, x.insert ilə i-nin yerini 4. I bu dəqiqə nədir? 1-dir, düzdür. 1-in yerinə 4 düşəcək bura sanki.
və 8 sıxışacaq sağa. Elə ki 7, 4, 8, 3, 2, 5 baxın beləsinə olacaq. Təzədən deyir növbəti dəfə dövr bu dəfə i-nin 2 qiymətində. İkinci mövqeyə 4-ü sal, yenə sıxışdır sağa. Bu dəfə bu siyahıda 0, 1, 2, 3, 4 beləsinə gedir də nəsə. İndi bunun yerinə 4 düşəcək, 8 yenə sıxışacaq sağa. Uzun sözün qısası, yəni bu dövr neçə dəfə işləyir bura? Demişdik bu 3 dənə qiymətimiz var, 3 dəfə. 3 dənə 4 düşəcək. Bax bura 8-dən bu 4-ün 7-nin arasında da belə deyək bu hissəyə 3 dənə 4. Deməli təzə siyahımız beləsinə olacaq. Baxın belə. 7, 4, 4, 4, 8, 3, 2, 5 beləsinə bir şey. Ondan sonra nə deyir? Delete x, len x minus 1. Len x minus 1 nədir? Len x buranın sayıdır deməli neçədir? 8, 8-dən 1 çıxdınız 7. Deyir ki bu siyahıdan 7-nin siyahı. 0, 1, 2, 3, 4, 5, 6, bu da 7-ci. Bunu sildik. Ondan sonra sort edirik, yığırıq 2, 3, 4, 4, 4, 7 və 8. Çap edəcəyik. Hansı variant? 4, 4, 7, 8, Y variant. Vaqif, Aygün, Əsmər, Sevdə, Emin, Rauf nəsə getdi. Eyni universitetin fakültələrində təhsil alırlar. Məlumdur ki, hər fakültədə 2 nəfər təhsil alır. Aygün biologiya fakültəsində oxuyur. Əsmər, Emin nəsə getdi. Aygün olsun biologiya. Əsmər və Emil eyni fakültədədir. Əsmərlə Emil plus ataq. Vaqif və Nadir fərqlidir. Fizika fakültəsində oxuyanlar oğlan deyirlərsə, yaxşı. Beləyək də. Bunlara fizika yox, Rauf fizika yox, Nadir yox, Vaqif fizika yox. Deməli fizika qızlardadır, düzdürmü? Aha, qızlardadırsa yaxşı. Hər fakültədə 2 nəfər təhsil alır. Burada da 2 nəfər təhsil alır. Əsmər və Emil eyni fakültədədir. Eyni fakültədədirlərsə, onda Əsmərə də fizikanı biz bağlayaq. Bizə buradan nə qalır? Aygün biologiyadadır. Leyla ilə Sevdə qalıb. Riyaziyyat fakültəsində təhsil almadığını müəyyən edin. Mən mi görə bilmirəm, yoxsa nəsə məqam var? Hər fakültədə 2 nəfər təhsil alır, lap yaxşı. Hər fakültədə 2 nəfər təhsil alır. Sevda ilə Leylaya hansı uyğun gəlir? Əsmər və Emil eyni fakültədədir. Vaqif və Nadir fərqli fakültədədir. Fizika fakültəsində oxuyanlar oğlan deyil. Cavab çıxmır axı. Deməli, hər fakültədə 2 nəfər təhsil alır, yaxşı. Aygün biologiya fakültəsində oxuyur, qeyd elədik. Əsmər və Emil eynidirlər, qeyd elədik. Deməli, Vaqif və Nadir fərqlidir, qeyd eləmişik, mənfi. Fizika fakültəsində oxuyanlar oğlan deyillərsə, oğlanlarda fizikanı sildik. Əsmər ilə Emil eyni yerdə deyən Əsmərdən də fizikanı sildik. Burada Sevda ilə Leyla riyaziyyatda almaya bilər. Amma ki. Variantda Leyla olmadığına görə seçmək olar, amma yenə də Sevdanı yəni seçmək olar, amma yenə də nəsə sual çatmadı mənə. Nəsə davam edək. Sanki nəsə yoxdur, ipucu çox yoxdur. Yoxsa mənəm elə gəlir, bilmirəm. Hər hansı rayonun yollarının sxem qraf şəklində bu yolların uzunluğu nəsə verilib. C məntəqəsindən D məntəqəsinə qədər yolun uzunluğunu müəyyən edin. Yenə özümüz tapmalıyıq, deməli uyğunlaşdırıb. C-dən D-yə. C-dən C məntəqəsindən yolun uzunluğu. C-D tilin uzunluğu olsaydı daha yaxşı olardı. Yəni C-dən D-yə başqa yolla da gedə bilərəm əslində. Nəsə baxaq deməli. D-nin neçə dənə tili var? 4 dənə. C-nin neçə dənə tili var? 4 dənə. 4 dənəni buradan axtarsaq deməli birinci olur nə? C. Birinci C.
Yaxşı, ondan sonra gəlin F-i də götürək. F təkdir, 1 tirli. Hanı orada? Deməli 2-yə F, 2-yə getdi F. F-in birləşdiyi Y-dir. F-in birləşdiyi, yəni bu 14-ün birləşdiyi Y-dir. Avtomatik olaraq 6 oldu nə? Y. Y-nin birləşdiyi 3 tirli də deyil. Y-nin birləşdiyi 3 tirli. Baxın 15 görürsünüz bura. Burada nə oldu? D. 4-cü. Bizdən nə istəyirdi? C, D. Düzdür? C-dən D-yə, bu da neçə edəcək? 10. Cavabımız A variantı. Malik rəfdəki kitabda olan sxemi email vasitəsilə dostuna göndərmək qərarına gəldi. Malik hansı qurğudan istifadə etməlidir? Malik rəfdəki kitabda olan sxemi email vasitəsilə. Sxemi belə deyək də. Necə deyim? Neyniyərik? Telefonla çəkib göndərək də. Nəsə, indi burada ona oxşar bir şey yoxdur. Biz onu necə göndərək? Touchpad bilirsiniz də nədir? Notebookların üzərində o idarə edirsiniz, sıçan olmayanda. Odur. Plotter çıxış qurğusudur, printer çıxış qurğusudur. Prosesor kompüterin beyni. Bu da heç skanerlə olacaq da, yəni skanerlə həmin şəkli sxemi, yəni skan edib göndərə bilər. Şəklə çevirmək kimi. Ancaq eləsin edə bilər. S bərabərdir 2 plus 4 plus getdi 60 cəmini hesablayan algoritm blok sxemində sual işarəsinin yerinə hansı şərt olmalıdır? Deməli, axırıncı görürsünüz ki, 60-ı cəmləyib, düzdür. Biz bura baxanda görürük hesab harda gedir. Baxın, bu hissədə gedir. Yəni, mən artıq bura gələndə, ən sonuncu dəfə, buradan 60-ı alıb, burada üstünə gəlməliyəm. Çünki eyni burada 60 eləməliyəm, burada da üstünə gəlməliyəm ki, mən gələm buradan da yoxa çıxıb gələndə ən sonuncu dəfə 60-ı hesaplamış olum. İndi 60-ı buradan almağım üçün, baxın, buradan almağım üçün bu sual işarəsinin yerinə nə qoya bilərəm? Nə qoya bilərəm? Deməli, 58-dən kiçik 57 olsa, xeyr, 57-nin üstünə sən burada 2 gəlsən, 59 alasın. 60-dan böyük ümumiyyətlə olmayacaq. 60-a bərabər olsa, olmayacaq. Yəni, bunun içinə qoysaq, sual verir. Deməli, 60-dan kiçik bərabər olsa, bu da olmayacaq. Təbii ki, 60-dan kiçik olmalıdır ki, buradakı şərt ödəsin. Yəni, 60-dan kiçik, məsəl üçün, burada mən 58-dən girsəm, burada da üzərinə 2, 60 alacağım. 60-ı da üstünə gəlib esin, çap edə bilərəm verildiyi kimi. D variantı. Python dilində yazılmış proqram icra olunarkən klaviaturadan X və Y ədədləri üçün uyğun olaraq 32 və 5 qiymətləri daxil edilərsə, Python sözü neçə dəfə çap olunur? Deməli, 32-ni X-ə, 5-i isə Y-ə daxil edirsək biz, nə qədər ki, şərt doğrudur, burada çap edəcək, bir dəfə də sonuncu dəfə çap edəcək. Sonuncu dəfə çap edəcək. Deməli, Y plus 6, düzdürmü? Y-imiz bizim neçədir? 5. 5-in üstünə mən 6-nı neçə dəfə gəlsəm, şərt pozular, belə deyək, kiçik olar. Nədən? X-dən 2 neçə dəfə çıxsan? 32 minus 2x, düzdür? Bunu bu tərəfə keçirsək, neçə yiyəcək? Plus, deməli, 8x kiçikdir. 32-ni də bu tərəfə keçirsək, 5-i də bu tərəfə keçirsək, 27, buradan da x oldu neçə? 3 tam neçəsə, düzdür, 3 tam neçəsə, buradan da x bərabərdir 4. X bərabər 4. Deməli, içəridəki Python sözü 4 dəfə çap olunacaq. Bir dənə də çöldə var. Olacaq neçə? 5 dənə. B variantı. Python dilində yazılmış proqram nəticəsini müəyyən edin. Deməli, F1-3 bura baxaq, sonra ümumi baxarıq. 1-3-ün deməli, biz bura gəlsək, x 1 böyük bərabərdir 3-dən xeyr, düşdü yelsə avtomatik. Y bərabərdir 3 vurulsun 1. Deməli, 3 plus y3, bu da neçə elədi? 6. Gəldik görək nə qaytarır. 2 vurulsun x 2-ni bərabərində 2, 2-dən 6 çıxanda mənfi 4. Bunda müsbət qaytaracaq, olacaq bura neçə? 4. Absalda görə müsbət. Deməli, F bu dəfə nə axtarırıq? 4, 4-dür, düzdür? 4, 4. Deməli, 4, 4 ilə gələndə böyük bərabərdir? Bəli, x bərabərdir. 4 plus 4-ü 2 vuranda 8. Neçə elədi? 12. 12. Şəkil edikdən nə qaytaraq? Deməli, 2 vurulsun x 2-ni vurduq 12, 24. Çıxılsın y. Y-imiz də bizim neçədir? 4. Bərabər oldu neçə? 20. 20-ni təzədən qaytardı, gətirdi. Bura çap elədi. B variantı. Python dilində yazılmış proqramın yerinə yetirilməsi nəticəsində 20 qiyməti çap olunubsa, klaviaturadan hansı qiymət daxil edilmişdir? Deməli, axırda B, baxın, bunu çap edib. Deməli, 20 bərabərdir A minus B-dir. 20 bərabərdir A minus B. A-nı yerinə yazaq 2B.
minus deməli A bölünsün 2 minus B. Buradan nə qalacaq bizə? B minus deməli 20 bərabərdir. B minus A bölünsün 2. Bu B-nin də yerinə nə yazaq? A minus 12 yazaq da. Baxın buranın A minus 12-ni. 20 bərabər deməli 1-də A minus 12 çıxılsın. A bölünsün 2. Ortaq məxrəcini istədi buna. 20 bərabərdir 2. Deməli 2A minus 24 minus A. Buradan da 40 bərabərdir 2A minus 24 minus A. Buradan da 24'ü bu tərəfə keçirsək deməli 64 bərabərdir A-ya. Cavabımız nə olacaq? B variantı. A-nı mı istəyirdi bizdən? Hədə giriş input da A-dır. Sonra fikir vermir. Mətnin tək mövqedə yerləşən simvolları 3, cüt mövqedə yerləşən simvollar isə 4 əmsalla Sezar üsulü ilə şifrələnmişdir. Alınmış məpəl şifrinin hansı mətnin şifrə olduğunu müəyyən edin. Deməli, baxın, nə deyir? Cütdə olanlar 4 ilə, təkdə olanlar 3 ilə. Elədir mi? Bu da 1, 2, 3, 4, 5. Biz M-dən M təkdə düzdür, geri 3 addım ataq, M-dən 3 addım ataq. 1, 2, 3. Nə oldu bu? J. Birinci hərfimiz J-dir. Bu getdi, bu getdi, bu da getdi. Qaldı A ilə Y, son hərflər eynidir. Sondan ikinci hərfimizə baxaq. Deməli, L hərfinə baxaq. 4-dür, cütdür. Cütləri deməli 4 əmsalından geri qayıdacaq. L-dan geriyə 4 addım ataq. Deməli 1, 2, 3, bu da 4. Deməli hansı hərfdir? H hərfidir. Axırdan ikinci. Olacaq nə? Y variantı. Yəni dənə-dənə getməyin də biraz tez bitirməyə çalışın sualı. Mətin.docx faylı kitablar qovluğunda yerləşirdi. Fayl həmin qovluğun daxilindəki qovluğun alt qovluğuna daşındı. Deməli, kitablar qovluğunda yerləşirdi. Təzədən burada bir dənə A alt qovluğu varsa, onun da içində təzədəndən deyir ki, başqa bir alt qovluq var, ora daşıyıb. Bir dənə də B var, məsəl üçün. Bura daşıyıblar, tutalım ki. Deməli, burada yazaq nə? M.docx-də tutalım ki, nəsə. Daşınmadan sonra failin tam adını, yəni yolunu müəyyən edin. Tam adını, yolunu yox. Tam adını yaxşı buna baxaq. Deməli olacaq nə? Kitablardan sonra 2 dənə qovluq lazımdır bizə. Kitablardan sonra 2 dənə. Burada bir dənə getdi. Kitablardan sonra burada bir dənə getdi. C variantında içində. Yəqin C budur. Yaxşı, kitablardan sonra burada 3 dənə getdi. Bir dənə getdi. Burada kitablardan sonra 2 dənədir. Y variantı. N bərabərdir deməli verilmiş açıq yazılış formasına əsasən N2 ədədi ilə bağlı doğru mülahizələri müəyyən edin. Yəni ikilik say sistemindəki hər hansı bir ədəddir. Onunla bağlı mülahizələr istəyir bizdən doğruları. Baxaq. İkilik say sistemindəki yazılışında sıfırların sayı 4-dür. Deməli, ən yüksək qüvvətimiz bizim 7-dir. 7 plus 1 bu 8 rəqəmli bir ədəddir. 8 rəqəmli bir ədəddir və 4 dənəsi buradadır. 1, 2, 3, 4 dənəsi buradadır. Yerə qalır 4 dənə bizim sıfırımız. Deməli, bu doğrudur. Birinci doğru. Tək ədəddir, xeyr, cüt ədəddir. Niyə görə? Çünki baxın, 2 üstü 1-dən bir dənə var, 2 üstü 0-dan yox. Deməli, axırıncı rəqəm 0-dır. Cüt götürəcək bunu. İkilik say sistemindəki yazılışında sıfırların sayı birlərin sayından çoxdur. Bu da səhvdir. Çünki dedik, 4 dənə baxın, ədədimiz var, bizim birimiz var. 4 dənə də sıfırımız var, bu da getdi. Çox deyil. İkilik say sistemindəki yazılışı 8 rəqəmdən ibarətdir. Bəli, 7 plus 1, 8 bayaq dedik. 4 dənə birimiz var, 4 dənə sıfırımız. 8-lik say sistemində 442 kimi ifadə olunur. Baxaq da 8-lik say sistemində 442 kimi ifadə olunur mu? Deməli 2 üstü 7, 1, 6 yoxdur, 5 yoxdur, 4-dən 1, 3, 1, 2 yoxdur, 1-dən 1, 0-dan 0. Deməli bura neçə elədik? 2. Bunu 3 ayırdıq. 3. Bura isə bizə nə verəcək? 2. 232 eləyir. Deməli bu da səhvdir. Onluq say sistemində 154 kimi ifadə olunur. Deməli 1-i 4 tapmışıq, 6 da doğru olacaq da. C variantı olacaq. 154. Deməli 100, 110, 10. %54 doğrudur. Yazmaq istəmədim özüm. Sütun nömrəliyin keçirim. Onun vaxtı deyil. Onlar sentyabrda öyrənməliydik. Sentyabr, oktyabr, payız aylarında.
Web səhifəyə eni 300, hündürlüyü 400 piksel ölçüdə Flowers deməli qrafik faylın yerləşdirilməsi üçün HTML kodun düzgün yazılışını müəyyən edin. Qrafik faylın, şəkil yerləşdirmək. Deməli, EMC series bərabərdir, şəklimiz öz qaydasında. Altda nəsə olmağın bir önəmi yoxdur. Yəni, bu ondan ötürüdür ki, şəklin yüklənməsində arasında problem olsa bu söz görsənsin. Yəni, bu bir mənası yoxdur. Olmasa da olar. Ondan sonra deməli, hündürlüyümüz 400 düzdür. Enimiz də 300, bu da düzdür. Sağma variant. Onluq say sistemində verilmiş ifadənin qiymətini 8-lik say sistemində müəyyən edin. Deməli, keçirik 8-liyə hesablayaq da. Hesablayaq. Deməli, 127-ni yazaq 2 üstü 7 minus 1, 128 minus 1-in kvadratı kimi. Bu da bərabərdir 2 üstündə deməli 14 minus 2 üstündə 8 plus 1. Bunu vuranda 2 üstündə 4-ə eləyəcək. Bura 2 üstündə 18 minus 2 üstündə 12 plus 2 üstündə 4. Düzdür. Aha, deməli, neyini sonra? Bunun üzərinə gələcək, nəyə baxarıq ona? Aşağıdakını. Deməli, 34-ü yazırıq 2 üstündə 5 plus 2 kimi. Deməli, 32 plus 2 kimi kvadratı. Bu da bərabər deməli 2 üstündə 10 plus hasillərin iki misli deməli 2 üstündə 7 plus 2 üstündə 2. Bunu da 2 üstündə 7-yə vuranda 2 üstündə 17 plus 2 üstündə 14 plus 2 üstündə 9. Aha. Əla, bunu da toplayacaq da, baxın belə. Bundan toplamalıyıq, amma gəlin 8-liyə çevirək, sonra toplayarıq. Bir dənə bunu da ayıraq, bunu da çevirək 8-liyə, bunu axırda çıxarıq. Deməli, bu neçə eləyir? 2 üstündə 3 üstü 4, bu da 8 üstü 4-də, düzdür? 8 üstü 4-ü axırda çıxaram, bunu yazaq bir kənara. Deməli, burada bizim nəyimiz var? Hamısını çevirək də, deməli, 2 üstü 18 yazıram, 2 üstündə 3 üstü 5 yox, 6. Üzərinə gəlsin, deməli, 2 üstü 4-ü də yazırıq, 2 üstündə 3 üstü 1 vurulsun, 2 üstü 1. Baxın belə. Bu da deyəcək, deməli, 8 üstündə 6 plus 2 vurulsun, 8 üstündə 1. Bu yuxarıdakı. İndi bu aşağıdakını yazaq. Deməli, 2 üstündə 3 üstü 5 vurulsun, 2 üstündə 2. Deməli, üzərinə gəlsin, 2 üstündə 3 üstü 4 vurulsun, 2 üstündə 2. Üzərinə gəlsin, 2 üstündə 3 üstü da 3. Deməli, buradan da nə alınır? Bunu da bu tərəfdən yazaq. 4 vurulsun 8 üstü 5. Üzərinə gəlsin 4 vurulsun 8 üstü 4. Üzərinə gəlsin 8 üstü 3. Aha, belə yuxarıdakı ədədimiz nə idi bizim? Müəllimdə idi hamısı bir-birinə. Bu belə, bu da belə. Bunları toplayıb sonra da bunu çıxaracaq. Yaxşı. Nəfəsim kəsildi. 8 üstü 6-dan bir dənə. 8 üstü 5-dən 4 dənə. Baxın, 6-dan bura baxıram 1 dənə, 5-dən bura baxıram 4 dənə, 8 üstü 4-dən 4 dənə, 3-dən 1 dənə, 2-dən yoxdur 0, 1-dən var 2 dənə, 0-dan da yoxdur 0. Bu mənim, baxın, bu topladığım hissəm, ədədim. Bundan da çıxıram 8 üstü 4-ü, bu da nədir? 1, 2, 3, 4 dənə 0, bu da 1. 0, 2, 0, 1-dən 0, 1, 4-dən 1. 1 nə idi? 3, 4, bu da 1. 143, 10, 20. 143, 10, 20. D variantı. Və adam səbrini daşıran sualdır biraz. Deməli, algoritmin hər bir addımının maksimum diqqət işləməsidir. Yəni, harası bir dənə rəqəm səhv getsə, aləm deyil bir-birinə. Algoritmin hər bir addımının aydın, dəqiq və bir mənalı olması hansı xassə ifadə edir? Müəyyənlik xassəsi. Sual belə olur. Rahat. Test. Atdım, getdi. 1 saniyə. Müxtəlif mənbələrdən eyni obyekt haqqında alınan informasiya üst-üstə düşərsə, onu kitabın cümləsində, yəni üst-üstə düşərsə etibarlı hesab etmək olar. Etibarlı xassəsli informasiya. Rabitə kanalı 300 MB məlumat ötürülmüşdür. Məlumatın 30%-nin 5 vurulsun 222 bit bölünsün saniyə, qalan hissəsinin isə 223 bit bölünsün saniyə sürətlə ötürüldüyünü bilərək məlumatın ümumi ötürülmə müddətinin neçə saniyə olduğunu müəyyən edin. 30% bunun nə qədər? 300-ü 0.2-ə vuranda 90, düzdürmü? 90 MB bu qədər vaxt ötürülübsə, yazaq da bura 90 plus vurulsun 223, bölünsün 5 vurulsun 2 üstündə 22, bundan bu getsə burada qalacaq
2 deməli 90 vurulsun 2 bölünsün 5. O da neçə yer? 185-ə böləndə neçə yer? 185-ə böləndə 36, düzdürmü? 36 saniyə bu. 36 saniyə baxın budur. 36 saniyə bu çəkim. İndi 90-ı getdisə, 90-ı getdisə. Onun orada nəyə qalıbdı? 210. 210 da bu sürətləndir. 36 idi, 36-nı bir kənara yazaq. Deməli 210 da vurulsun 223. Vurulsun nə idi? Sürət bölünsün 223. Hə, bitə çevirim də vurulsun 223. Bundan da bu getdi. Burada bizim nəyimiz qaldı elə 210-umuz. 210 da üzərinə 36 gələndə 246 B variantı. Deməli, proqram fraqmentin icrası nəticəsində hansı ifadənin qiyməti hesablanır? M bərabərdir input, S bərabərdir 0, K bərabərdir 1, Y bərabərdir 1. S vurdu, deməli, vurmadı. S plus K vurulsun, I, 1 vurulsun, I plus 1. I plus 1, sonra K keçdi mənfiyə. Deməli, bir dəfə plus, bir dəfə minus, amma nə? K vurulsun, I, 1 vurulsun, 1 vurulsun, I plus 1. Deməli 2. 1 vurulsun 2. Ondan sonra deməli i'miz bizim olacaq 2. Deməli 1 vurulsun 2 minus. Gələn dəfə, gələn dəfə, gələn dəfə, gələn dəfə 2 vurulsun 3. Düzmü dedim? Harada elə bilinə səhv dedim. K 1 vurulsun 1 vurulsun. Deməli 2. 1 vurulsun 2. Sonra i'miz bizim oldu burada 2. Aha, K'mız oldu mənfi. Deməli bu dəfə olacaq minus K vurulsun i. K'mız deməli bizim neçədir? Mənfidir, o heç söz getdi öz yerində. i'miz neçədir? 2-dir. 2 vurulsun nə? 2 plus 1 3-ə. Hə, belə. A variant. Bax, o birislərdə yoxdur ki. Yox. Nədə yazıb tökmüşük? Python dilində yazılmış proqram nəticəsini müəyyən edin. Deməli 10, bu 30, 10 böyük bərabərdir ondan, bəli, düşdük bura, 10 kiçikdir 30-dan, bəli, gəldik bura, B bərabər oldu, 10 vurulsun 2, 20-yə, gəldik bura, 20 böyük 20-dən xeyr, düşdük bura, A bərabərdir, A plus B, B'miz 20-dir, A'mız neçə idi bizim? 10, burada nə oldu? 30, aha, bizim bir dənə burada sərbəstimiz var, amma bir dənə sərbəstimiz var, B bərabərdir, A plus 10, 30 plus 10, bu da neçələrdir? 40. Vəssalam. Print B, Y variantı 40. Elektron cədvəldən fraqment verilmişdir. B1 xanasında köçürür B2 xanasına. C1-dəkini C2 xanasına köçürdükdən sonra C2 xanasında hansı qiymət alınır? Deməli, bunu aşağı düşürsək, bu nə olacaq? A'mız dəyişməyəcək olduğu üçün 1 oldu 2, plus 2 vurulsun. Deməli, A2 A olduğu kimi qaldı. 2-də dollar var. Nəsə da dollarını yazmadım. Olduğu kimi qaldı. Çıxılsın 3. Gəldik bura. Deməli, bunu düşürdək. A olduğu kimi qaldı. Dollar var. 1 olduğu kimi qaldı. Plus. Deməli, B qaldı. 2 dəyişdi. Plus bu 2 də qaldı. Yaxşı, burada nə istəyir? A1 plus B2. B2-ni tapmamışıq. Yaxşı, gələk bura. A2. Yox, 2 vurulsun A2. Elə 4. 4-ün üstünə A2 2 gələndə 6 altdan 3 çıxanda 3. Deməli, bu xana bizə 3 verdi. Bu xana yox da, yəni baxın, B2 xanası. Bura bizə 3 verdi. Gəldim bura. A1 nədir? 5 plus B2, 3, 8. 8-in üstünə 2 gələndə 10. Bizdən haran istəyirdi? C2 xanasında hansı qiymət alınır? C2 xanasında 10 aldıq. Nə variant? Yol hərəkəti qaydalarının pozulmasının avtomatik qeydə alınması üçün qurğu 224 rəng palitrasından istifadə etməklə 1280 vurulsun 24 piksel ölçülü rəngli foto şəkillər çəkir. Şəkillər kameranın yaddaşında saxlanılır, bir neçə paketlər şəklində qruplaşdırılır. Və sonra 5 vurulsun 222 bit bölü saniyə sürəti ilə verilənlərin emalı mərkəzinə ötürülür. Bir paketin ötürülməsi üçün ən çox 256 saniyə tələb olunursa, bir paketdəki şəkillər mümkün maksimum sayı neçə ola bilər? Bu sual tipi artıq bizim sınaqlarımızda abituriyentlər işləyiblər.
demək olar ki, paizdən bəri işləyirlər. Kitabımızda da var. Eynisi. Deməli, necə edirsiniz? Necə edirik? Baxın, burada görürsünüz, bu sürətlə bu qədər vaxt çəkibsə, bu mənim paketimin həcmidir, düzdürmü? Bu həcmi tapıb mən bir dənə şəklin həcmini bölsəm, tapacağam ki, belə deyək də, paketdə şəkillərin maksimum sayı neçə ola bilər? İndi bunda birbaşa yazaq da, deməli 5 vurulsun 2 üstü 22, vurulsun 2 üstü 8, yəni 256-nı yazdıq. Bu bizim nəyimizdir? Həcmimizdir bitlə. İndi bunu birbaşa ilə böləcəm yuxarı. Deməli 2 üstü 20, 2 üstü nə idi? 24 vurulsun. 24 bitdi də, vurulsun. 1280 yazaq 2 üstü 7 vurulsun 10 kimi. Vurulsun 2 üstü 10. Düzdür? 1024'ə vurduq. Deməli burada bizim nəyimiz var? Nəyimiz var? 230, bu da 17, düzdür? Burayla gedəndə 5, bu 10 ilə gedəndə burada qaldı 2. Yuxarıda bizim nəyimiz qaldı? 217 ilə 2 üstü. Deməli 30 elədik. 208-də, düzdürmü? 8 nə idi? 213. 213. Deməli bundan da bu getsə 212 bölünsün 24. 212 bölünsün 24. O da neçə eləyəcək? Neçə eləyəcək? 212 bölünsün 24. 4096 bölünsün 24. 170,6. Düzdür? 170,6. Nəsə də arxasında gedir. Deyir ki, şəkillərin mümkün maksimum sayı neçə ola bilər və təbii ki, siz buradan 170-i götürəsiniz. Yəni bu qədər yəni ki, yerləşə bilər. 171-i onsuz da sıxışdıra bilmirsən. Sən məcbursan ki, maksimum 170 dənəsini yerləşdirəsən. 170 dənəsi olacaq bir paketdə. Sual tipi dediyim kimi kitabımızda da var, sınaqlarımızda da artıq abituriyentlər işləyiblər. Kimlər istəsə qoşula bilərlər. WhatsApp qrupunu qeyd edəcəm açıqlama bölməsində. Kitab içində nömrəmizə yaza bilərsiniz. Deməli, Python dilində yazılmış proqram icra olunarkən C dəyişəninin çap olunacaq qiymətin 43 olması üçün N dəyişəninin klaviaturadan daxil edilə biləcək ən kiçik natural qiymətini müəyyən edin. 43 olması üçün, baxın C 43 alıbsa, 43 alıbsa. C-nin əvvəlki qiyməti burada neçədir? 3-də, düzdür. 3-ün üstünə mən onu neçə dəfə gəlmişəm ki, 43 almışam. Buradan da 10x bərabərdir, deməli 40-a, x də bərabərdir nəyə? 4. Biz tapdıq ki, bura baxın 4 dəfə işləyib. Bura 4 dəfə işləyibsə, mən 4-cü dəfədə bu 5-i gəldim bunun n-in üstünə. Artıq o bura gələndə bu şərtə yox verməlidir ki, mən artıq bu 5-ci dəfə bunu toplamayım. Başa düşdünüz? Yəni bura 4 dəfə işləyib. Burana da deməli 4-cü dəfə 5-i gəldim n-in üstünə. Bu şərti ödəməməlidir. Deməli n yazıram, üzərinə gəlsin 4 vurulsun 5, 20. Böyük olmalıdır nədən? 50-dən. Buradan da n böyük olacaq nədən? 50 minus 20, 30-dan. N də bərabər olacaq nəyə? 31-ə. Cavabımız 31. 8 üstü 3 plus 2x. 3 plus 2x. Byte da bərabərdir 2 üstü 7 megabaytdır. Megabaytdan bayta keçsinə vuracam bunu 2 üstündə 20-yə. Deməli 2 üstü neçə elədi? 27 bərabərdir 2 üstündə 27. Bu tərəfdə 8 üstü 8-də deməli yazırıq 2 üstü 3. 3-ü də 3-ə vuranda 2 üstü 9 plus 3-ü vuranda 2x-ə 6x. Buradan da deməli 6x bərabərdir 27 9 keçdik. Bu tərəfə deməli 18 x də bərabərdir nəyə 3-ə? 3. 19 səhifəlik sənədin ilk səhifəsində 512 vurulsun 256 ölçülü palitrasında 1024 rəng çalarına malik qrafik təsvir, qalan səhifələrin hər birində 2048 simvol olmaqla 1024 simvol əlifbada kodlaşdırılmış mətin vardır. 10 belə sənəd 5 MB boş sayısı olan diskə yazılarsa, diskə qalan boş sayının həcmini kilobaytla müəyyən edin. Deməli 5120, bu 5120 kilobayt bizim burada dursun. 19 bir dənə şəklimiz var bizim orada bir səhifəsində daha doğrusu. Deməli 209 vurulsun 8 vurulsun 10 bölünsün 213 bitə çevir. Bit nə idi? Kilobayta çevirək. 13 da 17 getdi 204 vurulsun 10 o da 160 kilobayt. 160 kilobaytımız bizim buradadır. Buradadır. Ondan sonra nəyimiz qaldı? Demək 18 səhifəm var mənim. Vurulsun 2048 211 vurulsun 24 simvolu 10'a. Bunu da böyle 2 üstünə 13'ə
Bundan bu getsə burada 4 qalar. Bunu 2 yaparsaq burada 2, burada 5 qalar. Bundan da bu getsə 9, 9 vurulsun 5, 45 kilobayt. 45 kilobayt da bu. Bunu da bunun üstünə gələndə bu neçə edəcək? 205. 205 kilobayt. Elə deyək, 205 kilobayt mənim bir dənə faylimin həcmidir. Bir dənə faylimin həcmidir. Amma diskdə tutduğu yerə baxaq da 4 kilobaytdır. Düzdürmü? Düzdür. Deməli o da neçə edir? 204, 1 orada qaldı, 208. Bu diskdə tutacaq 208. Bilmirsə 208 necə alındı? 205-i bölün 4-ə yuxarı götürün tam istəyən. Klaster sayını tapın, təzədən qayıdın vurun 4-ə. Amma belə baxanda görürsünüz 200-ə qədər tam, ondan sonra 4-ü düşdü. 5-in də 1-i düşdüsə bir dənə klaster yerdə qalanda məcburdur ki, doldura. O da 208, 208, 208-i 10-a vuranda neçə edir? 2080 kilobayt. 2080 kilobayt. 5120-dən də 2080 çıxanda neçə edəcək? 2080 çıxanda 0, 12-dən 4, burada 0, 3040. 3040. Boş yerimiz. Neredəsə səhv eləmədiksə düzdür. Elektron cədvəldə A çıxanasındakı düstur C4 və Y2 xanalarına köçürülmüşdür. Alınmış nəticələrə əsasən uyğunluğu müəyyən edin. Gəlin baxaq görək biz nə edəcəyik. A3-dən C4-ə, A3-dən Y2-yə. Deməli burada bizim plus 2 sütunumuz, plus 1 sətrimiz. Burada plus 4 sütunumuz, minus 1 sətrimiz. Yala. Buna aparaq bir dənə bura görək bu nə eləyir. Deməli C olduğu kimi qalacaq, qarşısında dollar var. Plus 1 sətrimiz oldu 3, plus A, plus 2 artacaq. 1, 2 olacaq C. Birisi olduğu kimi qalacaq C3 plus C1, C3 plus C1, 13 plus 3, 16. 16 bura. Yaxşı, şimdi buna baxaq. Fransızla fikrimizi qarışdırmasın. Deməli A3-dən Y2-yə plus 4 sütun. C olduğu kimi qaldı. Minus 1 sətr idi. 2 oldu 1 plus A-nı mən 4-ə artırsam olacaq Y. 1 də olduğu kimi qaldı. C1 nədir? 3 üzərinə gəlsin Y1. Bu da neçə verdi mənə? 8 də buradır. 8 də bura. Bunun özü neçədir? C2. 8 plus A1 burada 9'dur. 9 da bunun özüdür. Deməli A3-ə 9, 1-ə D, 2-yə C4-də 16 C, 2-də 8, bu da A. DCA. Yaxşı, X ədədi üçün ifadəsini hesaplanan algoritm blok sxemini qurun. Burası sığışmayacaq da bu. Əla. Deməli, X ədədimizi biz daxil edək. Əla. X deməli biz ədədimizi daxil edək paralelogramda. Ondan sonra mən nə edəcəm? P-də işimi görəcəm. P bərabərdir 1. Ondan sonra i bərabərdir. Deməli baxın görürsünüz 2 də axırıncı da 40-da düzdür. 2-dən 40-a 2 addımdan 2 4 6-dır. 2 addımdan gedəcəm i'mizin qiymətləri bu şəkildə. Ondan sonra P-mizi hesablayaq. P bərabərdir. P vurulsun i plus x. i plus x. Çıxaq gələk daxil olaq bura. Çap eləyəndə də nəyə çap eləyəcəyik? P-ni. Başlanğıc sonu özünüz yazarsınız da burada başlanğıc, burada da sonu işarəliyim. Belə 88 bu şəkildə davam edək. Keçək növbətiyə. Klaviaturan daxil edilmiş sətirdə yalnız bir dəfə rast gələn simvolları rast gəldikləri ardıcıllıqla yanaşı çap edən proqram Python dilində yazın. Demək, count sayacağıq. Boş siyahı eləyib siyahıya da yığmaq olar. Birbaşa boş sətir verib sətirdə toplamaq da olar. Sətirdə eləyək də.
Mən Wi-Fi-im yenə açıqdır. Bağlayayım. Deməli belə. N bərabərdir. Biz verək input. N bərabərdir input. B bərabərdir. Boş sətr verək, elə sətirdə eləyəcəm. Deməli for in. Ondan sonra if əgər deyirəm n-də count i'lərin sayları bərabərdirmi 1-ə? Bərabərdirmi 1-ə? O zaman b bərabərdir b plus i. B plus i. Ondan sonra da axırda print edək nəyə? B-ni. Print edək B-ni. Və salam belə. Bir dənə yoxlayaq. Hər hansısa bir sətrimiz daxil edək. Tutaq ki, eyniləri də bıraq. Beləsinə deyək. Buradan bizə nə çıxdı? H, bir də V. Baxaq görək obrislərdən. Obrislər çoxdur. Yaxşı, keçək növbətiyə. Burada nə istəyir? Ən azı 2 rəqəmli 10 natural ədəddən ibarət siyahının elementləri klaviaturadan daxil edilir. Siyahının ilk və son rəqəmləri cəmi cüt olan elementlərin indekslərini çapa verən proqram Python-da yazdım. Bu da sadədir. Keşke qəbulda da belə sadə düşər. Abituriyentlər yaza bilər. 1 saat vaxtda kim sığışdıra biləcək onu bilmirəm. Deməli, nə edəcəm burada mən? Bir dənə boş siyah verirəm. 10 dəfə dövr edib o boş siyahın içinə 10 dənə ədəd yığaq. Ondan sonra qalanını deyəcəm. Yəni bu işimizi görək. Deməli, for in range on deyirəm b nöqtə. B nöqtə deməli append edək. Int input. Ya da daxil edən kimi əlavə eləsin. Əlavə dəyişənə də vermək olar da ehtiyac yoxdur. Mötərizə sayımız düzdürmü? Düzdür. Və sən baxın, bura qədər mən nə etdim? 10 dəfə dövr işləyir, B boş siyahım var. Hər dəfəsində yeni bir ədədi B siyahısına əlavə edəcəm. Bu getdi. İndi qalanını icra edək. Deməli, for in range, deməli, len B. Əla. Buradan o tərəfə nə edək? A bərabərdir STR BI deyəcəm. Niyə görə? Çünki mən ədədi çevirim sətrə. Ondan sonra sıfırıncısı və sonuncusu mənfi birincisini intə çevirib toplayacağım. 2-yə bölünməsi bərabərdir 0-a faiz yəni. Print eləsin i-ni. Deməli, A bərabərdir STR BI. B-də i-ninci. Yəni götürən kimi ədədi sətrə çevirək. Ondan sonra deyirəm if. Deməli int. Sətr üzərində mən hərəkət edə bilim də ona görə. Sonra onsuz da onu ədədə çevirəcəm. Açma mötərizə deməli A-da sıfırıncı. A-da sıfırıncı. Üzərinə gəlsin. Int A-da deməli mənfi birinci. Bir dəfə də sonuncu ilə. Çünki şərtdə bizə eləsinə deyib. Birinci və sonuncu. İlk rəqəmi ilə son rəqəmində yəni. Deməli A mənfi 1. Mənfi 1. Bunu ümumi bir dənə mötərizə alaq biz. Ümumi. Bu cəm cütdürsə bərabərdir 0. Deməli print edək nəyə? İni. Print edək ini. Başqa bir problem olmamalıdır. Belə bu qədər sadədir, bir çətin bir şey yoxdur burada. 10 dənə ədəd daxil edək. Deməli 35 345 554 nəsə beləsinə bir şeylər. Aha. İndi baxırıq. Deməli siz bura baxanda görürsünüz ki, deyir 0-cı. Baxıram 0-cı. 3-ün üstünə 5, 8 düzdür. İkinci 1, bu da ikinci. 4-ün üstünə 6, 10. Bu da düzdür. 7-ci 1, 2, 3, 4, 5, 6. Bu da 7-ci. 6 plus 6, 12. Bu da doğrudur. O bizlər bir dənə elə belə baxaq. 13 verməyəcək, 11 verməyəcək, 9 verməyəcək və s. Nəsə hamısına baxmıram. Belə izahımız bu qədər. Ümid edirəm hər bir kəs üçün aydın olmuşdur. Fikirlərinizi yazmağı, videonu bəyənməyi unutmayın. WhatsApp'ım
linkini yerləşdirəcəm açıqlama bölməsində. Oradan daxil olub qrupda sınaqlarda işləyə bilərsiniz ki, bu tip sualları vaxtından əvvəl görəsiniz. Həmçinin kitabımızda əldə edə bilərsiniz. Orada da müxtəlif tipli suallarımız var. Təşəkkürlər hər bir kəsə.